Sumqayıtı sarayla birləşdirən körpünün tikintisi bitmək üzrədir və körpünün martın sonu, aprelin əvvəli istifadəyə verilməsi planlaşdırılır. Oxazın məlumatına görə artıq piyadalar körpü üzərindən hərəkət edirlər. Xatırladaq ki, 1970-ci ildə inşa edilən körpü qəzalı vəziyyətdə olduğu üçün ötən ilin dekabrında sökülüb. Yeni körpünün tikintisi üçün 9 milyon 960 min manat vəsait ayrılıb. Bitti mi dayı? Bitti ya. Mutlu musun? Sağ ol ya, sağ ol. Aldın mı? Salam aleyküm. Ne oldu? Bəs deyirdiniz ayın 15'i açılış olacaq. Ha, car çəkirdiniz. Heç nə də açılış zadı yoxdur. Orada cəmaət rəsmi olmayan məlumatlar paylaşmayın və inanmayın. İnşallah ki, rəsmi olan məlumat martın axırıdır ya da aprelin əvvəli. Çünki açılış olmaq üçün gərək baba bu burada o hasarlar sökülsün, bu yol bərpa olunsun. Sumqayıta gedən yol. Ona da ayın axırını gözləmək, bir də aprelin əvvəlini gözləmək lazımdır. Sağ olun. Bura İspanya'nın paytaxtı Madrid şəhəridir və Bura möhtəşəm Santiago Bernabeu'dur.